Bismillahirrahmanirrahim və bihi nəstəin. Mübarək Ramazan ayının bərəkətli günləri, fəzilətli gecələri davam edir. Qarşıdan bizi daha fəzilətli gecələr, daha fəzilətli günlər gözləyir. Qədr gecələri qarşıdan yaxınlaşır, fəzilətli gecələr yaxınlaşır. O gecələrin əməllərini yerinə yetirməyə Allah Taala bizlərə nəsib etsin. Həmçinin də Qədr gecələri ilə yanaşı, həm də Həzrət Əli əleyhissalam, Əmir əl-Möminin Əli əleyhissalamın şəhadət günləri yaxınlaşır. O baxımdan bütün möminlər, müsəlmanlar Qədr gecələrini qeyd etməyə və Əli əleyhissalam üçün matəm və əza saxlamağa hazırlaşırlar. Bu il həm də Novruz bayramı, elimizin adət-ənənəsi Bahar bayramı Həzrət Əli əleyhissalamın şəhadət günlərinə təsadüf edir. Belə bir gündə, şəhadət günlərində bayram qeyd etmək heç də münasib olmazdı. Çünki bizim elimizin adət-ənənəsidir. Hər kəsin ki, bir dünyasını dəyişəni olar, əza saxlayar, matəm saxlayar, hətta Novruz bayramına düşsə belə, digər bayramlarına düşsə belə, o bayramı qeyd etməyəcək. Öz yaxınına əza saxlayacaq, yas saxlayacaq. Biz hədislərə müraciət edəndə görürük ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ya Əli, mən və sən bu ümmətin atalarıyıq. İndi bizim mənəvi atamız, Əmir əl-Möminin Əli əleyhissalamın dünyasını dəyişdiyi gündür, şəhadətə yetdiyi günlərdir. Heç də münasib olmaz ki, bir mömin, bir müsəlman, bir şiə belə bir şəhadət günlərində, matəm günlərində bayram qeyd etsin. Gələn illərdə yenə də biz Novruz bayramını qeyd edəcəyik və bundan əvvəlki illərdə də neçə illər qeyd etmişik. 30 ildən bir təqribən Novruz bayramı Ramazan ayının Qədr gecələrinə təsadüf edir. Yəni Həzrət Əli əleyhissalamın şəhadət günlərinə təsadüf edir. Biz əgər bu il bayram keçirməsək, bir şey itirmərik. Əli əleyhissalamın əza məclislərinə toplaşsaq, daha münasib və daha yaxşı olar. Allah Taala bizləri Əmir əl-Möminin Əli əleyhissalamdan ayırmasın. Allah Taala bizləri Əhl-i Beyt əleyhissalamdan ayırmasın inşallah.